Salam. Deyirəm, bu Azərbaycan xalqı nə bədbəxt günə gəlib çatıb. Durub, gör bu ölkənin ziyalısı durub. Hələ bunun ziyalısı daha. Deyək ki, toylardan, yaslardan yığılan puldan dövlətə vergi ödənməlidir. Ay, birincisi, toylardan, yaslardan pul yığılır ki, cəmaat borçlu qalır, restorana çıxır. Bu bir. İkincisi, ay, geri zəkalı. Söhbət Aydın xandan gedir. Aydın xan Əbulov kimdə onadı sözüm. Ay, geri zəkalı. Ay, geri düşüncəli. Ay, yaltaq, ay, qorxaq. Sən bu qədər ağıllı adamsansa, dur, cəsarətin, mənliyin, qeyrətin olsun. Denən ki, ay, dövlətin büdcəsini yeyib talayanlar. Gündə bir dənə 3 milyonluq, 5 milyonluq, hətta 20 milyonluq obyektlər tikənlər, evlər tikənlər. Bakının küçələrində 500, 1 milyon manata maşın sürənlər. Dövlətin büdcəsini yeyib talayırsınız. Və yaxud, bu qədər dövlət məmurları var. Kəmaləddin Heydərov kimi 1000 dənə obyektləri olanlar var. Onlara niyə demirsən ki, apar dövlətə vergi ödəyirsənmə? Niyə vergilərin nazirlə müraciət eləmirsən ki, araşdırma aparsınlar görüm. Bakının küçələrində 500 minə maşın sürənlər dövlətə vergi ödəyirmə? Nə qədər gerizəkalı adamlarsınız. Hələ bu ölkənin efirləri deyir, efir rəhbərləri də sən ağıldadır. Sənin kimi bir ziyalını ziyalı deyib, ekspert kimi efirə çıxardan veriliş aparan aparıcıların da, efir sahiblərinin də ağlı sənin ağlın qədərdir. Gör bu ölkədə nə qədər gerizəkalı bir günə. Ay Allah, bu ölkənin ziyalısının ağlı budursa, düşüncəsi budursa, mən qeyrisinə nə deyim? Sənin kimi ziyalının Allah üzün qara eləsin. Sənin kimi ziyalının Allah elə bəlasını versin. Durmuşsan yetim yesirdən nə işin var ki sənin? Sən dur, get nazirlərdən danış. Sən millət vəkillərindən danış. Bütün cəmaata qan uddururlar. Onlardan danış. Sənin danışman sözün qutarıb. Cəsarətin olsun. Dur efirdə denən ki, ay millət vəkilləri, icra başçılarla birləşmişsiniz, bütün cəmaata, rayon cəmaata qan uddurursunuz. Cəmaat sözünə həsrət qalıb. Birləşib icra başçılarla rayon millət vəkilləri, millətin düşmənləri, cəmaatın otlaq sahələrini, dövlət cəmaata malqara otarması otlaq sahələri ayırıb. Oranı əkin sahələri eləyiblər. Ad, torpaq, kəndlinin deyib, dağıt, millət vəkillərinin icra başçılarının. Onlardan danış. Cəmaat kənddə 5 dənə qoyun quzu saxlaya bilmir. Qeyrətiniz, mənliyiniz, vicdanınız olsun da. Bir dənə bircə vicdanla danışın da. Utan, öl, gir yerə. Sənin bu ailən sənə heç nə demədi, sən o danışığından sonra. Xəcalət çək, öl, gir yerə. Sənin kimi ziyalını elə günü bugün dəfn edeyim torpağa. Elə sənin simanda olanların hamısını.